Böyük bir auditoriyada bir nəfər mənə dedi ki, siz kanalizasiya ilə sizin fikirlərin oxşar cəhəti nədir? Kanalizasiya, avadanlıqlar kanalizasiyadakı zibilləri təmizləyir, mən də sözlərini. Mənə əzmək istirdi, cavabımla vəziyyəti idarə elədim. Amma mən onda deyə bilərdim ki, sən kimsən, mənə belə deyirsən. Yəni bunu demək məsələm ikinci neqativin idarə edilməsidir. Cəmiyyətimizdə çoxlu neqativlər var və sən bunu idarə etməlisən. Slavyan Universitetinə getmişdim. Çıxışdan sonra bir tələbə götürüb videomu paylaşıb. Video yazıb ki, Mahir Aybrat Bakı Slavyan Universitetində. Arxada da Mahir Aybratın videosu, mahnısı. Siz etiketləyib. Etiketləməyib, qoyub da. İndi lağlağı mənasında qoyub. Nə? Gülən var, ciddiyə alan var. Əsaslandırıb onu niyə Mahir Aybrat? Yox, sadəcə qoyub onu, belə gülür. Tələbədir də birinci kurs. Məsələn, mən ona mənə niyə belə elədin, sən kimsən ki, eləyirsən, yanaşmadım. Girdim rəyə, rəy yazdım bir dənə. Ki, sözləri dedi Reski, Orxan Şahbazski, getdi dərin söhbətlər, tələbələrlə Slavyanski. 1000-dən çox like gəlmişdi və 100 mindən çox baxışı var idi videonun. Və cəmaət baxırdı ki, adam şeydir də, yəni bunu rahat qəbul elədi. Onu mən orada yaza bilərdim. Sən kimsən ki, mənim kimi adama belə demisən?